Xalq artisti Sofiya Bəsirzadə bir sıra məşhur filmlərdə rol almış aktrisadır. Sofa Bəsirzadə, əsl adı Safiya, soyadı isə Vəzirova olan aktrisa, amma hamı onu Sofa xanım kimi tanıyırdı. Səhnədə isə Bəsirzadə kimi məşhurlaşmışdı. Sofa xanım hələ məktəbdə oxuyanda dram dərnəyinə yazılmışdı. O 1936-cı ildə Bakı Teatr Məktəbinə daxil olub və həmin ilin noyabrından Akademik Milli Dram Teatrının tamaşalarında kiçik rollar oynamağa başlayıb. Aktrisa 1938-ci ildə teatrın truppasına qəbul edilib. Sofa xanım 62 ildən çox səhnədə olub. 100-dən çox obraz canlandırıb. O həm məğrur, həm də sakit təbiətli qadın rolları oynayıb. Aktrisa hər obrazına öz damğasını vurmağı bacarıb. Sofa Bəsirzadə Lənkəran xanının vəziri, Oqtay Eloğlu, Od gəlini, Solğun çiçəklər kimi tamaşalarda çıxış edib. Xalq artisti səhnədə həm epizodik rolları, həm də baş qəhrəman obrazlarını canlandırıb. Əsas olan o idi ki, aktrisanın daxili zənginliyi bu rolları özününküləşdirməyə imkan verirdi. Sofa xanımın səhnə görkəmi hər zaman göz oxşayırdı. Sofa Bəsirzadə çox işləməyi xoşlayırdı. O eyni gündə həm film çəkilişində iştirak edir, həm də teatr səhnəsində çıxış edirdi. Bir sözlə, aktrisa öz peşəsindən həzz alırdı. Qeyd etdiyim kimi, Sofa xanım kino sahəsində də uğurlar qazanıb. O Şərikli Çörək filmində Roza obrazını canlandırıb. Bu nə sözün? Ha? Vay! Ay aman! Vay! Vay! Toğlarımı uğrayırlar! Sofa xanım həm də Yol əhvalatı, Bizim Cəbiş müəllim, Dəli Kür kimi filmlərdə kamera qarşısına keçib. 90